17 milyonu gördünüz. Mən adam görmüşəm, məhlədəki marketə 17 manat borcu olub. Bunun paralelində bir evdən 17 milyon pul çıxdı. Hamının gözünün qabağına ödəməli olduğu kreditlər, əl borcları gəldi. Bir də rəy yazıb ki, o pulu bütün xalq arasında bölmək lazımdır. Gözəl təklifdir. Amma hesablayanda adama 1 manat 70 qəpik düşür. Ehtiyaclı ailələrə paylanılsın desəydi, məntiqli olardı. Bir dənə video var idi, o yadıma düşdü. Qaqaş deyirdi ki, gəlin 2-3 milyon kasıb insan yığışaq, günə 1 manatdan lotereya oynayaq. Günə birimiz milyonu götürək. Hələ bu qardaşla razılaşanlar da var idi. Sadəcə tək başa düşmədiyi bir şey var. Buna insan ömrü yetməz. Ortalama əgər bir insan qayğısız, dərdsiz, 80 il yaşasa, bu eləyir təxminən 29200 gün. Gördüyünüz kimi 2 milyon gün eləmir. İndi gəlib deməyin ki, 17 milyonu 2 milyon adama bölün. Onda da hardasa eləyir 8 manat 50 qəpik. Siz ondansa deyin ki, o pul o evə hansı yolla gedib, niyə gedib, haran itmiş pullarıdır o. Və görəsən neçə belə ev var bu gün ölkədə içində pul olan. Əgər yenə də üstü açılmamış belə bir yer varsa, onun sahibi bu dəqiqə stressdən dırnağını yeyir.